Salam, mətbəximə xoş gəlmisiniz. Bugün qoyun içalatından qovurma hazırladım. Bir dəfə bunu hazırlamışam, amma bu ikinci üsuldur. Yəni bu bir başqa üsuldur. İstəyirəm onu da sizlərlə bölüşüm. Deməli, burada yenə qoyun içalatıdır. İstəsəniz mal içalatından da istifadə edə bilərsiniz. Qaraciyər, qoyun ətindən bir parça, ağciyər. Ağciyərin hamısını istifadə etməyəcəm. Bizdə çox sevilmir, yeyilmir. Quyruqdan, yəni quyruğun da yarısını istifadə edəcəm. Böyrəkləri, bu da ürəyidir. Lazım olan ərzaqlarımız kartof, soğan, duz, istiot, sarıkök. Mən burada quyruq yağından da, ərinmiş quyruq yağından da istifadə edəcəyəm. Quyruq sevməyənlər duru yağdan və yaxud da başqa bir yağlardan da istifadə edə bilər. Deməli, ağciyəri doğrayıram. Üzərində olan lazımsız yerlər var, onları kəsib atıram. Ağciyərin hamısını yenə deyirəm, istifadə eləmirəm, çünki bizdə çox yeyilmir. Və doğradıqca yığıram qablara. İndi isə ürəyi doğrayıram. Qeyd edeyim ki, əvvəlcədən bunları yumuşam, amma yenə doğrayandan sonra mütləq yumaq lazımdır, çünki canında qanı qalır. Qeyd edeyim ki, içalatı doğramamışdan qabaq qazanda su qoymuşam ki, qaynasın. Bunların hamısını, yəni içalatı duzlu suda qaynadıb suyunu atacağım. Böyrəyi də eyni qayda ilə 3-4 yerə bölürəm. İndi isə qaraciyəri doğrayıram. Baxın, bunu əvvəlcə ayırıram, qoyuram bir kənara. Bu nazik ətdir. Sonra onu doğrayacağım. Əvvəlcə qaraciyəri doğrayaq. Deməli, qaraciyərin üzərində pərdə var. Bu nazik pərdəni çıxardıram. Yəni, hər iki tərəfdə o pərdə var. Pərdəni çıxardıb ciyəri doğrayıram. Çox xırda doğramaq lazım deyil. Hamını bir ölçüdə doğramaq lazımdır. Xırda doğrayanda quruyur, yumuşaqlığı olmur. Bunu da yığıram bir qaba. İndi isə qoyun ətini doğrayıram. Bu isə bayaq dediyim nazik ətdir. Hansı ki, üzərinin hər iki tərəfi nazik pərdə ilə örtülüb. Həmin bu pərdəni əlimlə çıxardıram. Bu əti də doğrayıb əlavə edirəm o bir ətin üzərinə. Ümumiyyətlə, ətin üzərində olan bütün bu pərdələri təmizləyirəm və sonra doğrayıram. Əti də doğrayandan sonra bunların hamısını bir daha sudan keçirdəcəyəm. Qazanda suyumuz qaynadı, duz əlavə edirəm. Birinci gec bişəndən başlayıram, yəni qoyun ətindən. Bura qoyun ətini əlavə etdim və bir 5-6 dəqiqə qoyuram ki, qaynasın. Ət qaynasın, biz isə quyruğumuzu doğrayaq. Deməli, burada quyruq çoxdur, hamısını doğramıram. Mənə lazım olan qədər doğrayıram və çalışıram ki, quyruğu nə çox xırda, nə də çox böyük doğrayım. Böyük doğramayaq ki, kartofdan seçilsin. Orta ölçü, baxın, bu formada doğrayaq. Onda yağını da tez salacaq, həm də yaxşı qovrulacaq. Ümumiyyətlə, quyruq sevməyənlər, quyruq yağı, yəni ərinmiş quyruq yağı sevməyənlər adi yağla da içalatı hazırlaya bilərlər.
Artıq ətimiz bir burum qaynayıb. İndi isə bura gec bişən ürəkdir. Ürəyi əlavə edirəm. Qazanın qapağını örtüb qoyuram ki, qaynasın. Tavanı qızdırdım, quyruq əlavə elədim. İndi isə üzərindən duz əlavə edirəm və quyruq öz yağını salacaq. Bura indi böyrəkləri əlavə edirəm və qarışdırıram. Artıq quyruq yağını salıb, amma mən bura yenə quyruq yağı əlavə edəcəm. Ərinmiş quyruq yağı. Ciyərləri əlavə etdim suya. Ciyər suda şişdiyinə görə qazanın qapağını bağlamıram. Qarışdırıram, amma qapağını qoymuram. Kartofları soydum, yudum. İndi isə kartofları doğrayıram. Burada 4 kartof götürmüşəm, amma biz kartof çox xoşlayırıq. Ona görə mən bir dənə də kartof əlavə edəcəm bura. Bu qayda ilə kartofları doğrayıram. Duzunu, sarı-kökünü vurub qarışdırıram və tavaya əlavə edirəm. Ən sonda isə qaraciyəri əlavə edirəm. Bayaq qazanın qapağını qoymamışdım, amma indi qoyuram. Qaynayana yaxın qapağını yenə götürəcəyəm. Soğanı 2 yerə bölüb yarım halqa şəklində nazik doğrayıram. Doğradığım soğanları qaba əlavə edib üzərindən duz səpib qarışdırıram. Daha sonra isə kartofun üzərinə əlavə edirəm. Soğanı doğrayana qədər kartoflarımız qızarmışdı. İndi hər ikisini bir yerdə qarışdırıram. Hər ikisi bir yerdə qızarsın, qovrulsun. Yoxlayıram, baxıram ki, ətlərimiz bişib, suyunu süzürəm. Və üzərinə qara istiot əlavə edəcəyəm. Əvvəldən duz əlavə etmişdim suyuna, istiot əlavə etməmişdim. Qızarmış, qovrulmuş soğanın kartofun üzərindən içaltı əlavə edəndən sonra bunun da üzərindən təxmini 1 xörək qaşığı dolu quyruq yağı, ərinmiş quyruq yağı əlavə edirəm və tavanın qapağını bağlayıram. Qazın sürətini azaldıram, vamxodda qoyuram bişsin. Artıq yeməyimiz hazırdır. Duzu, istiyotu qaydasında dadına baxırıq. Ümumiyyətlə bir məqamı qeyd edeyim ki, bu cür yeməkləri çox qarışdırmaq olmaz. Onda kartof əzilir, xoş görüntü vermir. Kartofları nə cür doğramışamsa, o formada da qalıb. Çox gözəl bişib, pambıq kimi ətlər də, kartof da. Sizlər də bu yemək haqqında bildikləriniz, məsləhətləriniz varsa, yazıb bizimlə bölüşə bilərsiniz. Bəyənən əlləriniz dərd görməsin. Kanalıma abunə olmağı da, like etməyi unutmayın. Süfrələriniz ruzulu, bərəkətli, evləriniz qonaqlı qaralı olsun. Sağ olun, sağlıqla qalın.